İki mağaza idarəçisiyəm. 2012-ci ildən ticarətdəyəm və sizə heç bir bizneskarın danışmadığı biznesin tərəfləri haqqında deyəcəm. Heç bir biznes speaker bu haqda sizə demir. Sizi öyrədirlər maliyyə savadlılığına, hesabata və s. Sizi öyrədirlər necə müştəriyə şirin dillə mal sırmağı, yəni şəxsiyyət etikası falan kimi bir şeyləri, keyfiyyətlərini öyrədirlər sizə. Sizi qəşəngcənə praktika eləyirlər. Amma bir məsələ var, başa düşmədiyiniz, hər bir şeyin bu dünyada geri dönüşü var. Əgər biznes şəffaf deyilsə, əgər orada yalan çoxdursa, haramçılıq varsa, o biznes irəli getməyəcək. Bu tərəfini sizə danışırlarmı? Ən birincisi. Bu hələ birincisidir, hansını demək istəyərdim. Çünki yanılmalı müştəriyə sırmaqla deyil, onun geri dönüşü var. Daveriya qazanmaq, güvən qazanmaq, şəffaflıqla, dürüstlüklə o başqa bir şeydir, yalanla yox. Bu birincisi. İkincisi, hər bir kəsin enerjisi var. Vəziyyəti var, halı var. Bəzən sənin 5 biznesin ola bilər. 5 obyektin ola bilər, amma onun 5-i heç birinə dəyməz. İnanın, elə bir vəziyyət olubdu ki, elə bir halım olubdu ki, mən bir mağazada işlədərək, bir mağazanı idarə edərək daha çox para əldə eləmişəm anında. Nəinki məsəl üçün 2 mağaza işlətdiyim zaman. Elə bir düşmə olur da. Otursan, deyirsən, bu axı heç bir maliyyə savadlılığının sxeminə girmir. Sənin 2 aktivin var artıq. Bu necə ola bilər ki, bir aktivində ondan daha yaxşı partladırdım. Bilirsiniz nədir məsələ? Bizi uzaqdan idarə etməyə falan kimi bir şeylərə öyrədirlər ki, işçilər eşşək kimi işləsinlər, siz ayağınızı ayağının üstünə qoyub keyf eləyəcəksiniz. Elə şey yoxdur. Baxın, hal-hazırda bütün işçilər gedibdi mağazada. Saat indi 7-nin yarısıdır, ya olub ki 9-da, 10-da, 11-də də getmişik və biznes bütün işlər olduğu kimi sənin şəxsi zəhmətini tələb eləyir. Başa düşürsüz? Elə bir şey olmayacaq ki, yəni sən istifadə eləyəsən kimlərdənsə, səndən bu heç nə tələb eləməyə. Səndən məsuliyyət tələb olunacaq, səndən hər bir demək olar ki, işçinin nəzarətini tələb eləyəcək. Hətta administratorun varsa, hətta böyük kimisə qoymusan belə, ondan belə daimi olaraq kontaktda olmalısan, danışmalısan. Başa düşürsüz? Yəni sizə deyirlər ki, hardasan, necəsə, olasan, əylənəsən, biznesində sürətli və qəşəng gedəcək, elə bir söhbət yoxdur. Var əgər düzgün idarə eləyə bilirsənsə, düzgün qura bilmisənsə sistemini, nəzarət eləyirsənsə. Çünki sən təsəvvür elə, burada hər bir şey, hər bir məhsulda sənin paran yatır, sənin enerjinin bir parçası, bir hissəsi yatır. Sən elə bilirsən ki, onları kimlərəsə həvalə edərək, delegировать eləyərək, elə bilirsən ki, hər şey bomba kimin olacaq? Yox. Mən nəyə söz gətirirəm? Söhbət biznes olmur, başqa bir şey olsun. Mən sözümü ona gətirirəm ki, bəzən əgər nəsə alınmırsa, ola bilər ki, heç biznes sənin deyil. Heç biznes sənlik də deyil, ola bilər ki. Niyə özünü zorluyursan ki, nə var, burada pul var, pul hər şeydə var. Sizə özünüzü tapmağı öyrətmirlər spikerlər. Başa düşürsünüz? Özünüzü tapmağı, öz güc yerinizi, öz bacarığınızı, öz istedadınızı, bəlkə Allah səni bunun üçün heç yaratmayıbdı. Niyə özünü zorluyursan? Ki, hamı bizneslə irəli gedir. İnsanlar var, restoran biznesində partladır. İnsanlar var, həkimlik edərək partladırlar. İnsanlar var, incəsənətlə məşğul olaraq. Ancaq biznesdə deyil pul. Əgər bu sənlik deyilsə, əgər enerjin o deyilsə, əgər bacarığın yoxdursa, istedad verilməyibsə, potensial yoxdursa, özünü zorlama. Başa düşürsünüz? Bunu sizə spikerlər danışmırlar. Ondan savayı, hər bir bizneskar, məsələn, müəyyən bir travman, müəyyən bir bloklarınla heç işləmir. Nə qədər maliyyə savadlılığını sən bilsən də, qeyri-mümkündür. Sənin bir tavanın olacaq, bir patoloqun olacaq, qorxuların olacaq. Bu normaldır təbii ki. Sadəcə demək istədiyim odur ki, bəzən insan sual verir ki, niyə falan bir yerdən falan bir şeyə partlada bilməm, ya daha çoxunu istəyir. Baxın, artıq tamaq baş yarar. Bax, bunu da sizə bizneskarlar demirlər. Sizə deyirlər ki, istə, çoxunu istə.
Ya zapıya turbo motoru qoşsan o axı dağılacaq, partlayacaq. Niyə bunu demirlər sizə bizneskarlar? İlk öncə bloklarla işləməmiş, təmizlənməmiş hansısa müəyyən bir şeylərdən burada dəyişiklik baş vermədən necə sənə artığını istə? Niyyətdədir məsələ. Başa düşürsüz? Niyyət haqqında sizə bizneskarlar danışmırlar. Niyyətinin şəffaf olmasının, təmiz olmasının, öz bloklarınla işlədikcə, özün təmizləndikcə, öz vəziyyətin yüksəldikcə, həyatında elə bir çevrilişlər olur ki, sənə 4-cü, 5-ci, 6-cı obyekt lazım deyil ki, mani gəlsin. Nə olsun ki, 10 dənə yerdən sənə mani gəlir. Əgər 10 dənə, 11 dənə bir yerdən də çıxacağın varsa, çıxırsa. Bunu bizneskarlar danışırlarmı? Maliyyə savadlılığı haqqında danışanlar, 10%-ni qırağa qoy deyənlər. Deyirlər sizə belə bir şeyləri. Sənin paran gəldiyi kimi də axıb uçub gedəcək və sən deyəsən ki, bax mən hər gün hesabatımı eləyirəm axı. Bu necə olur belə nəticə? Bu məsələ burasındadır. Karma, geri dönüşlər, səbəb nəticə. Bunları araşdırmağı tövsiyə edərdim. Təmizləndikcə özün də görəcəksən. Təmizləndikcə elə bir tərəfdən elə bir qapılar açılacaq ki, sən başa düşəcəksən ki, heç mənə yetərlidir. Nədəndir bu doymamazlıq? Hansı boşluğu doldurmağa çalışıram mən? Bunu biznes speakerlər danışacaqlar sənə. Əgər danışırsa, doğru yoldasan, doğru bir adamı seçmisən, doğru bir mentoru seçmisən. Özünə yaxşı bax. Təşəkkür edirəm bu videonu izlədiyiniz üçün.